Müdafiə mexanizminin olub və bunun üzərində işləmişəm, həll olunduğunu düşünürəm bir çox sahədə, amma yeni biri ilə tanış oldum. Müdafiə mexanizmi bir çox sahədə ola bilər. Siz hazırda doğru bilinən yanlış haqqında danışırsınız. Dediyiniz şey budur. Mənim müdafiə mexanizmim var, mən bunu həll eləmişəm, amma münasibətdə üzə çıxır. Əlbəttə üzə çıxacaq. Müdafiə mexanizmləri həll olunmur ki, məsələn, siz yemək yeyirsiniz, bu yeməyi həll eləyəcəyik, bundan sonra yemək yeməyəcəksiniz deyə bir şey yoxdur. Müdafiə mexanizmlərində nə var? İlkin ya da primitiv dediyimiz təməl müdafiə mexanizmləri var. Hansı ki, psixologiya bunu qeyri-sağlam olaraq dəyərləndirir. Əgər sən bir şeylərlə baş elədiyin zaman daha çox ilkel və yaxud da primitiv qorunma mexanizmlarından istifadə edirsənsə, deməli emosional dözümlülüyün daha aşağıdır. Emosional yetişkin sayıla bilmirsən. Orta dediyimiz qorunma mexanizmləri var və yuxarı, yəni sağlam psixologiyaya sahib olan insanın istifadə elədiyi qorunma mexanizmi var. Bizim orada qayəmiz qorunma mexanizmlərini yox eləmək deyil. Çünki yox eləyə bilmərsiniz. Necə ki, dəriniz var, gözünüz var, eyni ilə qorunma mexanizmlarımız var. Mənim bu dəqiqə gözümə su çilənsə, mən necə gözümü açıq saxlaya bilərəm? Refleks olaraq gözümü yumuram. Qorunma reaksiyaları da şuur altından izah elədiyimiz bir refleks kimidir. Sizin orada eləyəcəyiniz şey qorunma mexanizmlarımızı orta və yaxud da sağlam hissələrə gətirməkdir. Bu bir prosesdir. O prosesi mən qorunma mexanizmları proqramının içərisində addım-ba-addım, nöqtəsinə, vergülünə, bütün incəliklərinə qədər izah eləmişəm. Misallar üzərindən, detallarla və s. və ilaxır.